kitablara kifayət qədər maraq var. Bugün bir panelimiz oldu. Çinlilər və səfirliyin nümayəndələri, Azərbaycanlılar, bizlər iştirak elədilər. Bir qədər Azərbaycan kitab mühiti, ədəbi mühit haqqında danışdıq. Mən sözsüz ki, Azərbaycan Naşirlər Birliyinin son dövrdə Azərbaycan kitab mühitində yaratdığı yüksəliş haqqında da bəzi qeydlər edəyim. Güman edirəm ki, bunun davamı olacaq. Yəni Çinlə həm naşirlərlə, həm yazarlarla arasında bir əlaqə yaranacaq və inkişaf edəcək. Salam, bugün Beynəlxalq Pekin Kitab Sərgisindəyik. Tam nəşriyyat olaraq biz də iştirak edirik. Və əlbəttə burada öz kitablarımızı Çinli oxuculara, ümumiyyətlə bizim stendi ziyarət edən müxtəlif oxuculara təqdim etməyə çalışırıq. Məncə maraq böyükdür Azərbaycan stendinə. Düşünürəm ki, tezliklə maraqlı layihələr olacaq. Çin, Azərbaycana. Bugün bildiyiniz kimi Pekin şəhərində Beynəlxalq Kitab Sərgisi keçirilir və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbətilə Azərbaycan Nəşriyyatları Assosiasiyasının nəşriyyatları da bu sərgidə iştirak edir və bizim üçün Pekin Beynəlxalq Kitab Sərgisində iştirak etmək, Çin mədəniyyətinə, Çin kitablarına tanış olmaq çox maraqlıdır, çox xoşdur. Stendimizə və kitablarımıza maraq da böyükdür.